Bu dəfəki qəhrəmanım haqqında danışmaq mənim üçün böyük şərəfdir. O, Azərbaycan teatr və kino sənətinin ən qüdrətli aktyorlarından biri hesab olunur. Ölümündən uzun illər keçməsinə baxmayaraq, canlandırdığı obrazlar indi də insanların yaddaşındadır. Onu ekranda görəndə heyran olmamaq mümkün deyildi. Söhbət Azərbaycanın böyük aktyoru Ələsgər Ələkbərovdan gedir. Bugün bu şəxsiyyət haqqında danışacağım və onun bir zamanlar doğulub boya başa çatdığı və demək olar ki, ömrünün bütün hissəsinin keçdiyi bu məhəllədə o böyük sənətkarı xatırlayacağım. İndi mənim dayandığım bu yerdə bir zamanlar Ələsgər Ələkbərovun atası Hacıağa kişinin mülkü vardı. Ələsgər Ələkbərov həmin o mülkdə dünyaya gəlmişdi. İndi artıq o yoxdur. O evi söküb yerində park salıblar. Ələsgər Ələkbərov 1910-cu il martın 26-sında Bakıda anadan olub. Onlar əslən Buzovna kəndindəndirlər. Atası Hacıağa Ələkbərov, anası Zibeydə xanım. Hacıağa kişi tacir idi. Onun Matvey Sidoroviç Kuznetsovla dostluq əlaqələri vardı. Onların istehsal etdiyi servisləri Rusiyadan İrana, İraqa və Orta Asiyaya daşımasında böyük rolu vardı. Zibeydə xanım isə evdar qadın idi. Onlar ailədə 3 qardaş, 4 bacı olublar. Ələkbər, Üsniyə, Süleyman, Safura, Kübra, Ələsgər və Səyyarə. Hacıağa kişi 19-cu əsrin sonlarında o zamanki Suraxanskaya, indiki Pervomayskaya küçəsində 2 mərtəbəli mülk tikdirir və övladlarının hamısı həmin o mülkdə dünyaya gəlir. Və təəccüblüsü də ondadır ki, 20-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulanda o mülkü onların əlindən almırlar və ailə sökülənə qədər orada yaşayır. Ələsgər hələ orta məktəbdə oxuduğu illərdə dayısı oğlu, sonralar dövrünün məşhur aktyoru olacaq Əjdər Sultanovla Əbilov klubundakı dram dərnəyinə yazılır. Onun hələ uşaqlıqdan aktyor olmaq arzusu vardı. O ilk dəfə dram dərnəyində Cəlil Məmmədquluzadənin Ölülər tamaşasında Əli bəy və Üzeyir Hacıbəyovun O olmasın, bu olsun komediyasında Məşədibadı oynayır. Ələsgər Ələkbərov orta təhsilini başa vurduqdan sonra 1927-ci ildə teatr texnikumuna qəbul olur. 1928-ci ildə hələ tələbə olarkən onu Bakı İşçi Teatrının yaradıcı heyətinə dəvət edirlər. 1930-cu ildə texnikumu bitirərək bir müddət Kirabat teatrında işləyir. Daha sonra 1934-cü ildə Bakıya qayıdır və dram teatrında aktyor kimi işə qəbul olunur. Ömrünün sonuna kimi bu teatrda çalışır. Ələsgər Ələkbərov dram teatrının səhnəsində bir-birindən bənzərsiz obrazlar yaradır. Bunlardan Maqbetdə Maktuf, Şahnamədə Şahzeyir, Aydında Aydın, 1905-ci ildə Salamov, Fərhad və Şirində Fərhad, Aydında Aydın, Vaqifdə Vaqif, Otelloda Otello, Hacıqarada Heydər bəy, Xanlarda Xanlar, Bahar sularında Alxan, Səyavuşda Səyavuş, Vəfada Minnətov, Məhəbbətdə Yusif, Kral Lirdə Kral Lir, Kölgədə Hacı Zəngi, Od gəlinində Akşin və başqa rollarının adını çəkmək olar. Cəfər Cabbarlının əsərlərindəki bütün qəhrəmanları, Aydını, Akşini, Elxanı, Eyvazı ilk dəfə səhnədə Ələsgər Ələkbərov canlandırıb.
Ələsgər Ələkbərovu tamaşaçıya daha çox sevdirən onun Vaqif, Otello və Maktuf obrazları oldu. O Vaqifi ilk dəfə 28 yaşında oynamışdı. Bundan sonra 100 dəfədən artıq bu obrazla tamaşaçı qarşısına çıxır. Londonda Şekspirin ev muzeyində Ələsgər Ələkbərovun Otello tamaşasından çəkilmiş portreti indi də qorunub saxlanılır. Vaqif roluna gəldikdə isə bunu Ələsgər Ələkbərov kimi əzəmətli oynayan ikinci aktyor olmayıb. Düzdür, Əlabbas Qədirov da Vaqifi oynayıb, amma Əlabbas Qədirovun Vaqifi çox solğun görünür. Bu, Ələsgər Ələkbərovun Vaqifi deyildi. Gerek faslın ve yazsın sənətkar. Arsın xeyyamı var, bir dostu var. Ne çoktur onlarda büyük sənətkar. Bizim bu dağların oğluyam mən də, az uydururam yeri gələndə. Ayağı çarıqlı kiçik bir ölkə, böyük firdevslər yarattı bəlkə. Dayan, bu bahçanın her bir tağı, üstünde min çiçeği min gül bitirmiş. Sizin güldüğünüz çoban torpağı, nizamiler, Füzuliler getirmiş. Ələsgər Ələkbərovun filmoqrafiyasına gəldikdə isə o ilk dəfə 1929-cu ildə Vulkan üzərində ev filmində Əhməd rolu ilə kinoya gəlir. Bundan sonra 1930-cu ildə Lətif filmində Kolxoz sədri, 1935-ci ildə 6-cı Hiss filmində Mühəndis Heydər, 1936-cı ildə Almaz filmində Fuad, 1939-cu ildə Kəndlilər filmində Aşıq Göydəmir, 1940-cı ildə Yeni Horizont filmində Aslanov, 1942-ci ildə Sovqat filmində Ayaz, 1947-ci ildə Fətəli xan filmində Fətəli xan, 1956-cı ildə Qaradaşlar filmində Qüdrət İsmailzadə, 1958-ci ildə Ögey ana filmində Hüseyin dayı, 1958-ci ildə Uzaq sahillər filmində Ferrero, 1958-ci ildə Kölgələr sürünür filmində Rəşid Sərdarlı, 1960-cı ildə Səhər filmində Rəhim bəy, 1961-ci ildə Leyli və Məcnun filmində Şeyx Əmir və Həbib İsmailovun 1962-ci ildə çəkdiyi Böyük Dayaq filmində Rüstəm kişi. Bu, Ələsgər Ələkbərovun Azərbaycan kinosunda son işi olur. Çox təəssüf ki, filmi ekranlarda görmək bu böyük sənətkara qismət olmur. Səhnə xala, sabahınız xeyr. Rüstəm dayı biz Ara belə. Qurban olun Rüstəm. Onları nə evimizi bırax, nə də həddini artıq dövrəndə hərləməyə qoy. Ne danışırsan ayarva? Görmürsən ne kadar ayağımın altına eşəm var? Onlar da olmasa, bəs mən kim arxalanım? Səhərin alaqaranlığında o söz gəzdirənlərdən sən nə xeyir gözləyirsən Rüstəm? Sənətdə göstərdiyi xidmətlərinə görə Ələsgər Ələkbərov 1938-ci ildə Azərbaycan SSR əməkdar artisti, 1940-cı ildə xalq artisti, 1961-ci ildə SSR xalq artisti fəxri adına layiq görülür. Şərəf nişanı ordeni, 2 dəfə qırmızı əmək bayrağı ordeni, Böyük Vətən müharibəsində rəşadətli əməyə görə medalı və Lenin ordeni ilə təltif edilmişdir. Atacan, bəs biz elə bildik ki, sən xəstələmsən. Ax, səni gözləyirlər. Gedək atacan. Gedək Rəşid. Beni rahat bırakın. Şəxsi həyatına gəldikdə isə Ələsgər Ələkbərov 30-cu illərin əvvəllərində konservatoriyanın tələbəsi, sonralar isə Azərbaycanın məşhur aktrisası kimi şöhrət qazanacaq Hökümə Qurbanovaya aşiq olur. Onların evi yaxın olmasalar da, mən hal-hazırda Ələsgər Ələkbərovun yaşadığı küçədəyəm. Ondan bir qədər qarşıda isə Hökümə Qurbanovagilin evi yerləşirdi. Və Hökümə Qurbanova həmişə dərsə gedərkən Ələsgər Ələkbərov onu yaşadığı binanın tinində gözləyir və arxasınca konservatoriyaya qədər onu ötürürdü. O zamanlar konservatoriya indiki binasında değildi. Parapet bağının ətrafındaydı. Hökmə xanım
olduqca cazibədar görünsə də, eyni zamanda da bir onda sərtlik vardı. Ona görə də Ələsgər Ələkbərov ilk aylarda ona yaxınlaşmağa cəsarət etmirdi. Və sadəcə onu dərsə qədər ötürür və sonra Hökümə xanım dərsdən çıxandan sonra onu evlərinə qədər yenə də kölgə kimi izləyirdi. Buna qədər isə Hökümə Qurbanovanı 20-ci illərin sonlarında Ağa Hüseyn adlı bir oğlan sevirdi. Hökümə xanım isə onu qəti yaxın buraxmırdı. Ağa Hüseynə zərrə qədər də olsun sevgisi yox idi. Bir çox yazılarda qeyd edirlər ki, güya Ələsgər Ələkbərov kasıb olduğu üçün Malakət xanım hökməni ona vermək istəmir. Bu həqiqət deyil. Mən qeyd etdim, Ələsgər Ələkbərovun atası Hacı Ağa kişi tacir olub, yəni onlar imkanlı ailə idilər. Və bəzi yerlərdə də yazırlar güya ki, Ələsgər Ələkbərov özü elçiliyə gedir. Bu da yalandır. Belə bir şey olmayıb. Elçiliyə Ələsgər Ələkbərovun anası Zibeydə xanım gedir. Və birinci dəfə gedəndə Hökümə xanım bildirir ki, mənim qızım hələ təhsil alır, onun ərə getmək vaxtı deyil. Zibeydə xanım ikinci dəfə elçiliyə gedəndə yenə Malakət xanım qızı vermək istəmir. Və deyir ki, sənin oğlun cəmaatın qarşısına çıxıb mütriflik edir. Mən ona qızımı verə bilmərəm. Malakət xanımın heç ağlına da gələ bilməzdi ki, bir neçə il sonra onun qızı məşhur aktris olacaq. Üçüncü dəfə Zibeydə xanım Malakət xanımginin evinə elçiliyə gedəndə Malakət xanım bu dəfə də yox cavabı verəndə artıq Zibeydə xanım özündən çıxır. Və o əsəbi halda deyir ki, sən Hacı Sultanın nəvəsinə yox deyirsən. Və həmin vaxtda Hökümə xanım qonşu otaqda ağlayır. Və o deyir ki, məni əgər Ələsgərə verməsən, özümə xəsarət yetirəcəm. Bundan sonra Malakət xanım əlacsız qalaraq onların ailə qurmasına razılıq verir. Və 1933-cü ildə Ələsgər Ələkbərovla Hökümə Qurbanova ailə qururlar. 1934-cü ildə onların Nailə adlı qızları dünyaya gəlir. Amma bu ailə çox təəssüf ki, uzun sürmür. Hökümə xanım çox gözəl qadın olub. Eyni zamanda da çox cazibədar insan idi. Və onun belə gözəlliyinin qarşısında Ələsgər Ələkbərov qısqanmaya bilmirdi. Və bu qısqanclıqlar sonralar söz-söhbətə gəldi çıxdı. Və bu söz-söhbət də ailənin dağılmasına səbəb oldu. Nailənin hələ 2 yaşı olanda, 2 yaşı tamam olmamış onlar boşanırlar. Daha sonra Ələsgər Ələkbərov Yahudi bir qadınla, Zoya xanımla ailə qurur. Və bu evlilikdən onun Ramiz adlı övladı dünyaya gəlir. İkinci evliliyi də uğursuz olur. Zoya xanım 50-ci illərin əvvəllərində dünyasını dəyişir. Və Ələsgər Ələkbərov 3-cü dəfə Univermağda işləyən milliyyətcə tatar olan Janna xanımla evlənir. Bu evlilikdən isə onun övladı olmur. Və ömrünün sonuna qədər onlar bir yerdə yaşayırlar. Övladlarının taleyinə gəldikdə isə qızı Nailə xanım uzun illər narxozda zavkafedra işləyib. O 1997-ci ildə infarktdan dünyasını dəyişir. Nailə xanımın da çox acı taleyi olur. O da 3 dəfə ailə qurur və bütün bu evlilikləri uğursuz alınır. Birinci dəfə Spartak adlı oğlanla evlənir. Spartak da çox yaraşıqlı oğlan idi. O hələ cavan yaşlarından, gənc yaşlarından artıq elmlər namizədi idi. Amma nədənsə onların ailəsi baş tutmur. Spartakdan ayrılır. Ondan sonra Əkrəm adlı bir oğlanla ailə qurur. Bu evliliyi də uğursuz olur. Daha sonra 3-cü dəfə uzaq qohumu ilə ailə qurur və bundan sonra da qısa müddət keçir və Nailə xanım dünyasını dəyişir. Oğlu Ramiz haqqında isə geniş informasiyam olmasa da bildiyim odur ki, o uzun illər profsoyuzda işləyir və 1994-cü ildə dünyasını dəyişir. Ələsgər Ələkbərovun bir oğul və bir qız nəvəsi var. Nailə xanımın oğlu Nazim diplomatdır. Ramizin qızı isə Lalə xanım uzun illərdir İsraildə yaşayır.
Ora olmaz ata. Orada adam var. Kimdir? Onu sen bilmesen de olar. Peki. Saat diyorum kimdir? Sus sen. Ada! Nankör oğlu nankör! Sen benim evime ermeni kızı getirmişsin. Bunu ben özüm bilərəm ata. Tüs senin! Ələsgər Ələkbərovun ölümünə gəldikdə isə onun uzun illər böyrəklərində problem yaranır. Çox yerdə də mən rastıma gəlir ki, yazırlar ki, onun ölümünə səbəb böyrəyi olub. Əslində bu yanlış məlumatdır. O böyrəyindən ölməyib. Deməli, Ələsgər Ələkbərov ölümündən 10 gün qabaq o Truskavetə gedir, orada əməliyyat olunur və onun böyrəyindəki daşları çıxarırlar. Hətta o özü ilə gələndə həmin daşları da gətirir və qohumlarına göstərirdi ki, baxın görün mənim böyrəyimdən nə qədər daşlar çıxıb. Doğrudan da çox iri-iri daşlar vardı. Böyük Dayaq filminin çəkilişləri zamanı başından aldığı ağır xəsarət sonralar onun səhhətində ciddi problemlər yaratmışdı. Bəziləri bu böyük sənətkarın ölümünə səbəb həmin hadisəni göstərirdi. 1963-cü il yanvar ayının 31-i. Həmin gün Ələsgər Ələkbərov teatrda tamaşadan çıxır, gəlir evinə və qəflətən onun halı pisləşir. Həyat yoldaşı təcili yardıma zəng edir, amma həkimlər gələnə qədər artıq gec idi. Ələsgər Ələkbərov 15 dəqiqənin içərisində dünyasını dəyişir və onun ölümünə səbəb infarkt göstərilir. Ələsgər Ələkbərov böyrəyindən deyil, infarktdan dünyasını dəyişir. Səhəri gün bütün Azərbaycana bu acı xəbər yayılır. Ələsgər Ələkbərovu sevən bəlkə də minlərlə insan onun yaşadığı həyətə axışırlar. Son dəfə öz sevimli sənətkarları ilə vidalaşmaq üçün. Bilirsiniz ki, Ələsgər Ələkbərovun Adil İskəndərovla münasibətləri son illər yox idi. Onlar küsülü olmuşdular. Bunun da səbəbi 1959-cu ildə Moskva dekadasında fəxri ad olur. Yəni, SSR xalq artisti adı həmin dekadada Ələsgər Ələkbərova verilməli idi. Amma o adı Adil İskəndərova verirlər. Bundan sonra Ələsgər Ələkbərov inciyir. Adil İskəndərovla aralarında küsülülük yaranır. Onlar küsülü olsalar da bir-birlərinə olan hörmətini, məhəbbətini itirmirlər. Ələsgər Ələkbərov dünyasını dəyişəndə Adil İskəndərov onun evinə gəlir və öz dostu ilə son dəfə vidalaşır. Adil İskəndərov Ələsgər Ələkbərovun ölümünə uşaq kimi hönkür-hönkür ağlayır. Bütün sənət yoldaşları kədər içərisində idi. Onun ölümünə heç kim inanmaq istəmirdi. Amma sən saydığını say, gör əcəlinə sayır. Ələsgər Ələkbərovun ölümü Azərbaycan teatr və kinosuna böyük bir zərbə vurdu. O hələ yaşasaydı bundan sonra neçə-neçə tamaşalarda, filmlərdə bir-birindən bənzərsiz obrazlar canlandıracaqdı. Amma qismət olmadı. Bu yaxınlarda bir veriliş qarşıma çıxdı. Mədəniyyət kanalı çəkmişdi. Orada aparıcı Ələsgər Ələkbərovun evini göstərir. Həmin evi deməli indiki Ələsgər Ələkbərov küçəsində olduğunu qeyd edir. Amma bu məlumatı hardan alıb onu mən bilmirəm. Ələsgər Ələkbərov deməli 1956-cı ilə qədər Bakıxanov küçəsində artistlərin evi deyilən bir bina var, orada yaşayır. Və 1956-cı ildə Hüsnü Hacıyev küçəsində ona 3 otaqlı ev verirlər. Onlar Zeynəb Xanlarovanın ata evi ilə, deməli Zeynəb Xanlarovanın evi, atasının evi 5-ci mərtəbədə idi. Onun altında Ələsgər Ələkbərov yaşayırdı. Yahya kişi ilə onun çox gözəl münasibətləri vardı. Ələsgər Ələkbərov ətrafdan çox ciddi, sərt insan təsiri bağışlasa da, əslində onun uşaq kimi ürəyi vardı. Çox kövrək insan idi. Eyni zamanda da hədsiz sadə həyat sürürdü. Baxmayaraq ki, SSR xalq artisti idi. Baxmayaraq ki, Azərbaycanda ən qüdrətli aktyorlardan biri idi. Bəlkə də mən deyərdim birincisi idi. Amma çox sadə insan idi. Teatrdan çıxırdı, gəlirdi evinə. Onun yaşadığı binanın aşağısında çəkməçi vardı.
Gələrdi, oturardı o çəkməçinin yanında. İndi onun adını unutmuşam. Oturardı onun yanında, bir xeyli söhbət edərdi, dərdləşərdi. Ondan sonra qalxardı evinə. Yəni, heç vaxt insanlardan özünü kənar tutmadı. 1960-cı ildə Dram Teatrında Ələsgər Ələkbərovun 50 illik yubileyi dövlət səviyyəsində təntənəli şəkildə keçirilir. Sənətkar tədbirdə iştirak edən insanlara öz təşəkkürünü bildirir və sonda geniş nitq söyləyir. Ələsgər Ələkbərov 1956-cı ildən ömrünün sonuna qədər Hüsü Hacı küçəsindəki bax bu həyətdə yaşayıb. Onun başqa evi olmayıb. Bax bu blokda 4-cü mərtəbədə onun 3 otaqlı evi vardı. Və Ələsgər Ələkbərovun son mənzilə də bax buradan aparırlar. Ələsgər Ələkbərovun ölüm xəbərini eşidən, onu sevən insanlar bu həyətə axışmışdılar. Həmin gün burada insan izdihamı yaşanırdı. Və Ələsgər Ələkbərovu bu qapıdan çıxarırlar, çiyinlərində indiki çumun yanına qədər insanlar tabutunu daşıyır və onu 1-ci Fəxri Xiyabanda dəfn edirlər. Malakət xanım sonralar öz qardaşı Müslüm Maqamayevin hər dəfə məzarını ziyarət edəndə Ələsgər Ələkbərovu da xatırlayırdı və ona dualar oxuyurdu. Onların məzarları yanaşıdır. Yenə də həmin dalğa, həmin koordinat. Bugün sizə Azərbaycan teatrının faciə aktyorundan danışdım. Belə bir sənətkar çətin ki, bir də dünyaya gəlsin.